Salam, hörmətli məktəb izləyiciləri. Bu videoda 9-cu sinif şagirdləri üçün Dövlət İmtahan Mərkəzi tərəfindən 13 aprel 2025-ci il tarixində keçirilmiş buraxılış imtahanının riyaziyyat suallarının izahını təqdim edəcəyim. 57-dən 81-ə kimi 25 sualımız var. İlkin sualdan başlayaq. Düzbucağının enini 40%, uzunluğunu 40%, enini 20% azaltdıqda sahəsi 2% azar. Bu tipli suallarda tərəfləri şərti olaraq 1-ə bərabər hesab etsək, onda sahə də 1 olur. Lakin sonra 40% azaldırıqsa 1 azalacaq olacaq 0,6. Digərini isə 20% azaldanda o da 0,8 və bu hasil bizə verməlidir 0,48-i. Daha sonra biz 1-dən, yəni ilkin sahədən bu alınmış yeni sahəni çıxanda geri qalan fərq, yəni 0,52, yəni 52% bizə azalmanı göstərir. Deməli, sualımızın doğru cavabı A variantı olmalıdır, 52%. 58-ci suala baxaq. Kubun tinini 2 dəfə azaltdıqda həcmi neçə dəfə azalar? Həcm 3 ölçü olduğuna görə birini 2 dəfə azaldığında digəri 8 dəfə azalmalıdır. Yəni 2 üstü 3 şəklində reaksiya verir. 59-cu suala baxaq. Açıq bucaq, deməli, AB açıq bucaqdır, yəni 180 dərəcədir. Sağ tərəfdə perpendikulyar parçalar olduğuna görə, şüalar olduğuna görə biz bilirik ki, burada 90 dərəcə bir bucaq var. Geriyə qalır sol tərəfdəki hissədə 90 dərəcə olur və orada bucağın biri 25 dərəcə olduğunu qeyd edibsə, digər bucaqda 90 çıxılsın 25 bərabərdir 65 dərəcə olmalıdır. Yəni, soruşulan AD bucağın dərəcə ölçüsü 65-dir. Doğru cavabı da C variantıdır. Keçək 60-cı suala. Deməli, ixtisar eləməliyik. Müxtisar möstürlərini tətbiq eləsək, birinci yəni surəti deməli, ayıraq. M kvadratı 5-in getməz. Məsələn, birinci ilə üçüncünü ayıraq. Burada orta vuruq kimi M-i çıxararıq. Nə qalar? M minus N qalar. Digər tərəfdə isə bu ikisini bir qruplaşdırsaq, buradan müsbət 5-i çıxaraq. Sağ tərəfdə M var, müsbətlə. Onu yazdıq M və ardından da çıxılsın N şəklində qalır. İndi M minus N orta vuruq olduğuna görə bunu çıxaranda ikinci mötərizənin tərkibi M plus 5 şəklində olur. Məxrəcə baxaq indi. Məxrəcə də müxtisar möstürlə adı aydın məsələdir ki, A kvadratı minus B kvadratı. Kvadratda fərqlər üstünü tətbiq edəcəyik. Və daha sonra ixtisarımızı aparırıq. 5 plus M-lər gedir. Qalır M minus N 5 minus nə qaldı deməli? 5 minus M. Bu da özünün əksini tapır B variantında. Deməli, sualın doğru cavabı B-dir. Növbəti suala keçək. 61-ci sual. Burada bizə deyilir ki, tənliyi həll edin. Tənliyi həll etmək üçün hər iki tərəfi 3-ə bölərik. Buradan qalar 2. Daha sonra x minus 2 2-yə bərabərdirsə, x də 4-ə bərabərdir. Sadə bir tənlikdir. Doğru cavab da C variantıdır. Növbəti suala baxaq. Tənliklər sistemindən x-i tapmalıyıq. Elə gəlin bu ikinci tənlikdən biz y-x əvəzi birincidə yerinə yazaq. Ya da tərəf-tərəfi toplamaq daha rahatdır. Tərəf-tərəfə toplasaq. Onsuz da biz bilirik ki, burada y-lər gedər, tərəf-tərəfi toplayanda. Sol tərəfdə 3x alınır, sağ tərəfdə 6 qalar, x-in də qiyməti 2 olar. Bizdən də x soruşulurdu. Yerinə yazırıq, olur cavab B. Növbəti suala keçək. 60-cı sualda hansı nöqtə verilmiş funksiyanın qrafiki üzərindədir? Biz bilirik ki, qiymətləri bir-bir yoxlamaq. X-i yerinə yazanda y-də, məsələn, x-in yanına 6 yazsaq, mənfi 2 vurulsun, 6 neçər, mənfi 12 plus 6. Mənfi 6 ilədir. Ödəyirmi variantı? Yox, ödəmir. Bunun hər birini yazıb yoxlamalısınız indi. Məsəl üçün, ikincidə 4 qoyanda mənfi 8, 6 bu eləməyəcək. Sonra mənfi 3 yazsaq 0,20 yox, mənfi 12 edir. Mənfi 5 yazsaq bura, görək ödəyəcəyimi. Mənfi 5 yazanda bu hissəyə qiymət olur müsbət 10. Düzdür, üzərində 6 yanında 16. Həqiqətən də mənfi 5 yazanda cavab 16 edirsə, deməli doğru cavabımız D variantıdır. Sonuncu deyən ki, ödəmir. 0 qoyanda müsbət 6 edir. Halbuki bizə 0,5 cütü verilmişdir. D variantı doğrudur. 64-cü suala baxaq. Əkov əbob cəmi hesablamaq lazımdır. Məsələn, burada əbob görürük, düzdürmü? Əbob nədir? 10, 11. Ardıcıl ədədlərdir, avtomatik qarşılıqlı sadədir. Əbobları vahidə bərabərdir. Bunu qeyd edirik üstündən. Daha sonra burada neçədir? 18-dən 36 əkov. Biz bilirik ki, ədədlərdən biri digərinin bölünənidir. Ona görə də böyük ədədi bölünəni seçməliyik əkov olaraq. İkiyi də əbob olacaq təbii ki. Bu ikisinin cəmi bizə verəcək 37-ni.
Deməli, yekun cavabımız 37-dir. Onda Y variantı doğrudur. 65-ci sual. Tənasübdən x tapmaq lazımdır. Çarpaz vuranda 15x bərabərdir 5 vurulsun 21 isə, bu da 105 deyirsə, x də buradan 7 alınır. Doğru cavabı da neçə olmalıdır? C variantı 7. Bizdən yalnızca x soruşulur. 7-dir cavab. İlk 10 natural ədəddən təsadüf seçilmiş birinin sadə ədəd olma ehtimalını tapın. Ehtimal klassik tərəfinə görə bu hadisənin ehtimalı mümkün alınan sayının əlverişli alınan sayının əlverişlinin mümkünə nisbətidir. Mümkün 10 dənə hal var. Əlverişlini tapaq. Yəni neçədən sadədir var? Ən kiçik 2-dir, sonra 3 var, 5-dir, bir də 7-dir. Yəni 4 dənə belə ədədimiz var. Buradan da ixtisardan 5-də 2 alınırsa, sualın doğru cavabı da Y variantı olmalıdır. 67-ci suala baxaq. Deyir ki, mərkəzi O nöqtəsinə olan çevrədə, deməli, burada 22 dərəcəli bucaq var. Burada 28 dərəcəli bucaq var. BAC-ni soruşur. Bu bucağı x qəbul edəndə digər iki bucağın cəmi məhz buna bərabər olmalıdır. Hardan alınırdısa, burası 2x-dir. Sanki hamısının cəmi 2x-ə bərabər olmalıdır. Oradan da tapa bilərsiniz ki, sadəcə olaraq bu ikisini toplamaqla, yəni 22 ilə 28-i toplamaqla biz sualımıza cavab tapa bilərik. Cavab doğru buradan 50. Yəni 50 dərəcə doğrudur. A variantı sualımızın cavabıdır. Növbət suala keçək. 68-də deyilir ki, tərəfi 12 cm olan kvadratın perimetrini tapın. P bərabərdir 4A üstündən əsaslansaq, sualın cavabı 4 12 48 olur. 69-cu suala baxaq. İfadənin qiymətini hesablamaq üçün ixtisarımızı aparaq. İxtisar aparanda deməli biz buradan bunları aparanda 4 qalır. Aşağıda fikir versəz 20 çıxılsın neçə yazılıb? 50. 20-dən 50 çıxanda mənfi 30 deyir. Düzdür. Sürətdə də 4 vurulsun mənfi 15 edəcək, mənfi 60. Bu ixtisar bizə verəcək müsbət 2-ni. Yəni Y variantımız doğrudur. 70-ci sual, deməli, vuruqlara ayırmaq lazımdır. Ortaq vuruğun biri x plus y olduğuna görə biz buradan birbaşa x plus deməli y idisə, digəri də c minus y olaraq qalır. C minus d daha doğrusu. Yəni sualımızın doğru cavabı olacaq A variantı. Doğru cavab A'dır. 71-ci sual. Deyir ki, verilmiş çoxlular üçün bu ifadənin qiymətini hesablamayaq. Biz ilk növbədə mötərizənin içini hesablasaq, kəsişmə istəyir də bizdən. Kəsişmədə hansı elementlər var? Deməli, 1 var, ikisi də ortaqdır. 1 var, sonra başqa nəyimiz var? 2 ortaqdır, 2 də ortaqdır. 3, 5, 3 yoxdur, 5 var. 5 hər ikisində ortaqdır. 1, 2, 5 yazdıq bura. 1, 2, 5. Yəni deyir ki, bu çoxluğun C-də olmayan elementlərini tapın. C-nin elementlərini çıxar, yerdə qalanlar. C-nin ortaq olanlar 1-dir. 1-i çıxdıq. 2, 5 uyğun gəlmir. Deməli, məhz 2, 5 sualın cavabı olmalıdır. Burada da doğru variant B variantıdır. Sonra 72-ci suala baxaq. Deyilir ki, verilmiş şərtlər altında AB ədədinin qiymətini tapın. Biz burada nə edəcəyik? Sol tərəfdə sadələşdirmə aparsaq, burada 10A plus B, digəri də 10B plus A'dır. Bunu da sadələşdirəndə 11 dənə A, 11 dənə B olur. Yəni 11-i ortağa çıxarsaq, 11A plus B bərabərdir 88 A minus B-yə. Buradan da ixtisarımızı aparırıq. Qara A plus B solda qalır. Sağda isə 8 vurulsun A minus B. Bunu da sadələşdirəndə 8A minus 8B. B'ləri sola, digərini sağa yığanda alınır. 7 dənə A alınır, düzdür. Bərabərdir 9 dənə B alınır. Bizdə bilir ki, bu kimi hallarda qiymətləri uyğunlaşdırmalıyıq. Yəni A-ya 9 verməliyik, B-yə isə 7 verməliyik. Daha böyük qiymətlər də ola bilərdi, lakin AB rəqəmi isə 9-dan böyük qiymət ala bilməz. Buradan da AB ədədini istəyib, təbii ki, bunun qiyməti 97 olaraq hesablanır. 70-ci suala baxaq. Qarşı təpələrindən biri koordinat başlanğıcında, digər isə 8-8 nöqtəsi olan kvadratın sahəsini tapmaq lazımdır. Bunun şəkli çəksək görəcəyik ki, deməli,
8 vahid ayıranda fərz et ki, gəldik bura. Müsbət 8-dir, mənfi 8-dir. Onda burada gördüyümüz fiqurun tərəfləri elə 8 olur. Onda sahəsi də bərabərdir 8-in A kvadratına. O da eləyir 8-in kvadratı, yəni 64 sualın doğru cavabıdır. 74-cü suala baxaq. İfadənin qiymətini hesablayın. Müxtəsər məsturlarına aid maraqlı bir sualdır. Əgər biz bu ifadəni də ümumiyyətlə bu mötərizənin içini orta məxrəcə gətirsək, onda görəcək ki, 2-də nə görürük? Demək 2-də bunu bir A fərz desək, bunu bir B fərz desək, bunu da A vur B olduğunu görürsünüz. Demək olur 2AB və sadələşdirəndə də əvvəlində də burada 2 vurulsun var idi. Düzdürmü? 2-lər onsuz da gedir. Yuxarıda isə müxtəsər məsturlarından biz nəyi bilirik? Müxtəsər məsturlarından deməli A plus B-nin kvadratını bilirik. A ilə B-nin qiymətini yazanda bu 2 nə qiyməti yazanda 2 tam %85 üzərini gəlsin. 7 tam %15 və bunun qiyməti bizə verməlidir. Onu verir. Təbii ki, onun kvadratı deyilmişdi bizə. Yəni 100. Sualın cavabı 100'dür. Növbəti suala keçək. 75-ci sual. X, Y, Z natural ədədlərdir. X, Y hasılı 6-dır, Y, Z hasılı 18 varsa, bu 3 ədədin cəminin ən kiçik qiymətini tapın. Ən kiçik olması üçün qiymətin vuruqlar bir-birinə mütləq sürətdə yaxın olmalıdır. Məsələn, buradan biz seçə bilərik. Ya 1 ilə 6 da seçə bilərik. Cəmi 7 edir. Amma 2 ilə 3'ü də seçə bilərik. Cəmi 5'dir. Deməli, X-ə 2 versək, Y-ə 3 versək, mümkün qədər vuruqlara yaxın seçək. Onda burada da Y 3 isə Z də 6 olur. Təbii ki, orada başqa cür vuruqlar yaratmaq da onsuz da mümkün olmayacaq. Y-in qiyməti bəlli olandan sonra. 3'ünün cəmi neçə edir? 11 edir. Deməli, sualın doğru cavabı da 11 olur. 76-cı suala baxaq. Bərabər tərəfli element üçbucağının sahəsi bərabər tərəfli ABC üçbucağının sahəsindən 16 dəfə böyükdür. Artıq biz burada oxşarlıq görürük ki, oxşar üçbucağı verilib. Çünki düzgün fiqurlar oxşar olur. 16 dəfə böyük deyirsə sahəsi K kvadratını nəzərdə tutur. Onda K-nın qiyməti neçə edir? K-nın qiyməti 4'dür. Hələ ki, bu qalsın bir kənarda. Digər tərəfdən kiçik üçbucağın perimetri verilir. 9. Kiçik üçbucağın perimetri 9'dursa tərəfi neçə edir? P bərabərdir. P kiçik deyildi. Bərabər deməli 3A. O da bərabər 9'dursa A-nın qiyməti 3'dür. Yəni tərəfi 3'dür. Tərəfi 3'dür. Ondan sonra element, yəni böyük üçbucağın tərəfini tapmaq tələb. Orada bilirik ki, onun da qiyməti A vurulsun K-ya bərabər olmalıdır. K dəfə fərq verir çünki. Bu da neçə eləməlidir? 3 vurulsun 4. 12. Yəni yekun cavab 12'dir bu sual üçün. Yekun cavab 12'dir. Gəldik 77-ci suala. Deyilir ki, ifadənin qiymətini hesablayın. Surətdə X, Y hasilidir, məxrəcdə cəmidir. Məxrəcdə cəmdir. Fikir verirsiniz. Cəmləyəndə 5'lər toplanır, amma bu ikisi gedər. Yəni məxrəcimiz nə qalır? 10 qalar. Surətdə isə bunların hasili lazımdır. Müxtəsər məsturlarının A kvadratlar fərqi olacaq. Çünki A minus B, A plus B şəklindədir. 5'in kvadratı 25'dir. Bunun kvadratı 2'nin kvadratı 4, digəri də 6, hasili 24. Onda 1 və yaxud da ki 0 tam onda 1'dir. Yekun cavabımız nədir? 0 tam onda 1. 78. Deməli, burada yerde artıq 4'dən açıq ətraflı yazılı cavab tələb edən tapşırığımız. Bunları ələyək. Birincisində deyilir ki, 2 yeşikdə birlikdə 50 kilogram qənd var. Fərz et ki, birinci yeşik X-dir, ikincisi Y-dir. Bunu hər zaman belə yazmaq lazımdır. Tənliklər sistemi qurmaqla həll edəcək. Yəni, X-in Y-in cəmi 50'dir. Digər tərəfdən bizə nə deyir? Deyir ki, hər gün birinci yeşikdən 3 kilogram, ikincidən isə 2 kilogram qənd götürürlər və 6 gündən sonra yeşiklərdə bərabər miqdarda qənd qalır. Deməli, birinci yeşikdə X idisə, hər gün 3 götürüblər, 6 günə 18 götürüblər. Digərində isə deməli, Y qədər idisə, buradan da hər gün 2 olmaqla 6 gün götürülübsə, 10 kilogram götürülür və bərabər miqdarda qalır deyə bərabərlik şərtini atırıq və suala eləməliyik. Birinci yeşikdə nə qədər qənd var? X-i tapmalıyıq biz. X bərabərdir sual. Bunu sadələşdirsək, deməli, sola buranı sağa atanda alırıq ki, X ilə Y-in fərqi neçədir? 6'ya bərabərdir. Cəmləri isə yuxarıda qeyd edilmişik ki, 50'yə bərabərdir. Tərəf-tərəfə
Toplasaq 2x 56 onda x-in də qiyməti 28 olur. Yəni birincidə 28 var idi. İkincini tapmağa heç ehtiyac yoxdur. Çünki sualın cavabını əldə etdik. Tapdıq. 79-cu sual. Satıcı şarın birini 12 qəpiyə alıb 15 qəpiyə satır. Satış zamanı 5 şar partlayır. O bütün şarların alqı-satqısından 6 manatdan çox gəlir əldə edərsə, ən azı neçə şar alınıb satılıb. Gördüyümüz kimi bərabərsizlik bir sual olacaq. Birinci deyir 6 manatdan çox gəlir, yəni təmiz pul əldə edibsə belə deyək. Yəni 12, 15. Aradakı fərq nədir? 3 qəpik hər şarda xeyri olur da. Düzdür, hər şarda 3 qəpik xeyri olur. Təzə ki, x dənə şar almışdı. Bəri başdan x dənə şar aldı. Bunun 5-i partladı, getdi. Onu sata bilmədi. Amma geri qalan x minus 5 dənə şarın hər birindən 3 qəpik qazanıb və bu gəlir 6 manatdan və ya 600 qəpikdən çoxdur. Bu şəkildə bərabərsizlik yazdıq. Hər ikisini deməli böləndə 3-ə 200 edir. X minus 5, 5-i də sağ tərəfə keçirsək, x böyüdü 205-dən şəklində bir cavab alırıq. Lakin ən azı neçə şar satıbsa, x ən azı deməli 206-ya bərabər olmalıdır. Sualın yekun cavabı 206-dır. Sonra 80-cı sual. Düzbucaqlı üçbucağın katitlərindən biri 2 cm-dən 2 cm, biri digərindən 2 cm böyük, hipotenüsü isə 2 cm kiçikdir. Üçbucağın hipotezini tapın. Əslində buradan cavab elə hiss olunur 6, 8, 10 olduğu. Sadəcə olaraq sırf tənli yazmaqdırsa, biz bilirik ki, düzbucaqlı üçbucaqda x minus 2x plus 2 dedi də və katitlərin kvadratda cəmi hipotenüsün kvadratına bərabərdir Pifaqor teoreminə görə. Bunu qeyd edəndən sonra bu şəkildə yazıb, deməli, sualımızın cavabını tapmalıyıq tənliyi əlləməklə. X plus 2-nin kvadratı. Deməli, x kvadratı plus x kvadratı nə indi buradan? Minus 4x plus 4 bərabərdir x kvadratı plus 4x plus 4. Buradan 4'ləri ataq, x kvadratlarını ataq. Solda qarı x kvadratı. Bunu da sol tərəfə keçirmək istəsək nə olacaq? Mənfi olur. Düzdür, çıxılsın 8x bərabərdir 0. Vuruqları ayıranda bu şəkildə tənlik olur. Biz bilirik ki, buradan 2 kök var, 0 və 8. Amma 0 təbii ki, cavab ola bilməz. Çünki uzunluq natural müsbət qiymətlərlə daha doğrusu ifadə olmalıdır. Yəni 8. Bizdən nə soruşub? Hipotenuzu. Hipotenuz da ən böyük tərəfdir. Yəni x plus 2. X plus 2-nin qiyməti də olacaq 10. Yəni sualımızın doğru cavabı 10 olmalıdır. 10. Sonra santimetrdə varsa mütləq surətdə qeyd etməliyik. 10 santimetr. Və sonuncu sualımıza gəldik. 81-ci sual. Deyilir ki, şəkildə verilən deməli fiqurda BC parçası O mərkəzi deməli, mərkəzi O nöqtəsindən çevrənin diametridir. Diametr deyirsə və yarım çevrə deyirsə, tam çevrə, yəni 2 pier, L bərabərdir 2 pier yazaq buradan. Neçə 4 pi yox, 4 pinin 2 qatı 8 pi olmalıdır. Onda buradan elə R-i də tapa bilərik. 4 santimetr varmı? Var. Yox, yoxdur. 4 pi. Uzunluğu da onda olmalıdır. 4. Ondan sonra nə istəyir bizdən? Əslində A-nın uzunluğu verilib. Bu da vahidlə verilməlidir normalda. 4 pi santimetr. 4 santimetr daha olsa. Ondan sonra bizdən deyir ki, deməli, A-nın uzunluğu da verilib 6. 6 verilib. Sonra burada aşağıda C var, indi pozulub. AB AC-yə bərabərdir. Bu da 6-dır. Və istəyir fiqurun sahəsi, ümumi fiqurun sahəsi tapılmalıdır. Burada 2 dənə fiqur görürük. Bir çevrədir sol tərəfdə. Bir də sağ tərəfdəki bu üçbucaq. Yarım çevrə ilə üçbucaq. Yarım çevrənin sahəsi normalda tam çevrə olsaydı S bərabərdir. Biz hesablayardıq PR kvadratı ilə. Amma indi yarım çevrə olduğuna görə bunu 2-yə bölməliyik. Yəni 16 pi bölünsün 2. Bu da deyir 8 pi santimetr. Daha sonra üçbucağın sahəsini hesabında isə biz deyik ki, nədir? Deməli, radiusun uzunluğu 4-dür də, düzdür? Yoxsa? Radiusun uzunluğu 4-dür demişdik yuxarıda. Onu gətirib tətbiq eləsək burada 4, 4. BC-nin qiyməti 8-dir. BC 8-dir. Bir saniyə. 6 hara verilib bizə? 6. 6 daha doğrusu.
AO'dur, AO. 6 buradır. Deməli, belə çəkək də, fiquru 3 bucaq hissəsini çəkəndə, onda belə deyib, bərabər yanlı 3 bucaq daha doğrusu, 6 orta hissədə, orta hissə 6'dır. Mən səhv qeyd etmişim. Orada bu hissədə 8'dir. Burada perpendikulyardır. Deməli, oturacaq sahəni birbaşa yazaq. S bərabərdir. 2'də 1 AH düsturudur. Yəni 2'də 1 vurulsun, 8 vurulsun, 6. Bu da neçə eləməlidir? 24. Birbaşa 4'ü 6'ya vurub da yazmaq olardı. Lakin qaydalara ziddir orada. Onu da nəzərə almaq lazımdır. Son olaraq fiqurun sahəsi. Deməli 2 dənə hissədən ibarət demişdik. 1 budur. Buradan 1, 2. Bu ikisinin cəmi neçə eləyir? S bərabərdir. S tam deyək. Bərabərdir. 8 pi üzərinə 24 santimetr. Belə. Bununla da bütün sualların izahını təqdim etmiş olduq. Hər hansısa qaranlıq məqam olarsa da şərhlər bölməsinə yazıb qeyd etməyi unutmayın. İzlədiyiniz üçün təşəkkürlər.